Naxçıvanda Ümumdünya İnformasiya Gününə həsr olunan Rəqəmsal Cəmiyyətdə İnformasiya Azadlığı, Beynəlxalq və Milli Hüquq kontekstində mövzusunda məlumat sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman aparatının Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Hüquqi Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə informasiya sahibi olan dövlət orqanlarının əməkdaşları, həmçinin media nümayəndələri iştirak ediblər. İnsan Hüquqları üzrə müvəkkili aparatının şöbə müdürü Vahidə Bayramova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Cavid Musayev tədbirin açılışında çıxış edərək rəqəmsal mühitdə informasiya azadlığının təmin olunmasının insan hüquqlarının müdafiəsi baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb, bu məqsədlə təşkil olunan məlumat sessiyasının müasir hüquqi çağırışlara cavab vermək və ictimai maarifləndirməni gücləndirmək baxımından mühüm rol oynadığını qeyd ediblər. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Hüquqi Sosial Araşdırmalar və Maarifləndirmə Mərkəzi İctimai Birliyinin həm təşkiçisi və idarə heyətinin sədri Esmirət Ağayeva informasiya azadlığının beynəlxalq və milli hüquq normalarında necə tənzimləndiyini, bu azadlığın ifadə hüququ, şəxsi həyatın toxunulmazlığı və məlumatların qorunması ilə əlaqəsini izah edib. Tədbirin keçirilməsində əsas məqsəd həm dövlət qurumlarına, həm də digər informasiya subyektlərinə öz xidməti vəzifələrini yerinə yetirərkən əldə olunacaq nəticələrin birbaşa rəqəmsal cəmiyyətdə vətəndaş və dövlət arasında əlaqələrin gücləndirilməsinə və dövlətə olan etimada gətirib çıxaracağını çatdırmağa çalışmışıq. Oruc Mirzəyev, ATV Səyyad Cavad Hüseynov, NTV Xəbər.